Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salam aleykum, hörmətli tamaşaçılarımız, xoş gördük hər birinizi. Vilayət TV'ni izləyirsiniz və verilişimizin mövzusu günahlar və günahlar sayəsində qarşılaşdığımız cəzalardır. Ötən verilişlərimizdə bir çox günahlara işarə etdik ki, bu günahlar İslam dinində məzhəb üsullarından sayılırdı və böyük günahlardan idi və bugün də eyni zamanda dinin əməli hökmlərindən biri olan və eyni zamanda ilahi vəzifələrdən biri olan əmr bə məruf və nəhy-əz münkərə işarə edəcəyik. Yəni, yaxşı işlərə dəvət və eyni zamanda pis işlərdən də uzaqlaşdırma məsələsinə işarə edəcəyik ki, qeyd etdiyimiz kimi bu məsələ dinin əməli hökmlərindəndir və ilahi bir vəzifə olduğuna görə bu ilahi vəzifəni icra etməzsək əgər bu günah sayılır və eyni zamanda bu günahın da həm dünya həyatında, həm də axirətdə öz cəzaları vardır. Bəli, yaxşı işlərə dəvət, eyni zamanda pis işlərdən uzaqlaşdırmaq. İslam dinində çox tövsiyə olunmuş və çox təkid olunmuş bir məsələdir. Ümumiyyətlə, hər bir müsəlmanın vəzifəsidir ki, müəyyən həddə, müəyyən şərtlər altında cəmiyyətə nəzarət etsin. Cəmiyyətdə olan vəziyyətə, cəmiyyətdə olan özbaşınalığa və yaxud da ki, cəmiyyətdə olan insanların rəftarlarına nəzarət etsin və bu nəzarət sayəsində özbaşınalıq varsa, qaydasında getməyən nəsə varsa, həmin o qaydasızlığın, həmin o natarazlığın qarşısını bacardığı qədər alsın. Və yaxud da ki, tam dərsi yaxşılığa dəvət etsin. Hər hansısa bir məsələdə insanların bilmədiyi nəsə varsa, insanları məlumatlandırsın və əmr və məruf nəhy-əz münkər o qədər önəmlidir ki, bu məsələ cəmiyyətdə öz qaydasında gedərsə, öz yerini lazımi qədər taparsa, digər məsələlər də öz axarında gedər. Yəni, digər vacibatlar da öz axarında gedər. İnsanları namaza dəvət etmək əmr və məruf sayılır. İnsanları oruca dəvət etmək, yəni yaxşı bir işə dəvət etmək əmr və məruf sayılır. İnsanları sədəqəyə, zəkata və sairəm və ilaxır düz danışmağa, insanlar ilə mehriban olmağa, şirin dil olmağa, xoş rəftar olmağa dəvət etmək, bunlar hər biri əmr və məruf sayılır. Və əmr və məruf qaydasında, həddində, lazımi yerdə, o yerdə ki, əmr və mərufa ehtiyac var. O yerdə gedərsə, o yerdə olunarsa, icra olunarsa, əlbəttə ki, digər məsələlər də öz yolunu, öz həllini tapacaq. İslam Peyğəmbəri salvatullah bu məsələnin yaxşılığa dəvətin və pis işlərdən uzaqlaşdırmağın əhəmiyyətini çatdırmaq üçün öz səhabələrinə misal çəkir. Və bu məsələni bu misal ilə, sadə misal ilə çatdırmaq istəyir ki, bu əmr və məruf və nəhy-əz münkər olduqca əhəmiyyətli bir məsələdir. Və bunun hər ikisi, yaxşı mənada desək, hər ikisi düzgün qaydada icra olunmazsa, düzgün qaydada bunlara əməl edilməzsə, cəmiyyəti böyük bir bəla gözləyir. Cəmiyyəti fəsad dolu bir həyat gözləyir. İslam Peyğəmbəri buyurur ki, təsəvvür edin ki, bir dəstə insan gəmiyə minir. Və bu bir dəstə insan içərisində olan bir nəfər öz oturduğu yeri deşməyə başlayır. Özünün əyləşdiyi yeri başlayır deşməyə. Ətrafdakı insanlar buna deyirlər ki, niyə görə bunu deşirsən? Yəni, gəmi dənizdədir, suların üstündədir və bu oturduğu yeri deşməyə başlayır. Peyğəmbər deyir ki, ətrafdakı insanlar, yəni gəmidə olan digər insanlar deyirlər ki, niyə oturduğun yeri deşirsən? Deyir, yaxşı edirəm. Öz oturduğum yeri deşirəm də, başqasının yerinə işim yoxdur ki. Burada mən əyləşmişəm, bura mənim yerimdir və mən buranı deşirəm, ürəyim belə istəyir. Peyğəmbər buyurur ki, baxın, əgər həmin o insanın əlini qolunu bağlasalar və onun o yeri deşməyinə icazə verməsələr, həm o özü qutaracaq dənizə qərq olmaqdan, həm də digər gəmi üzvləri dənizə qərq olmaqdan qutaracaqlar canlarını. Yox, əgər onun qolunu bağlamasalar və o etdiyi işə davam etsək, həqiqətən də oturduğu yeri deşsə, həm özü qərq olacaq dənizdə, həm də eyni zamanda
bir dəstə insan, gəmidə yer alan insanların hər biri dənizdə qərq olacaq. Bəli, əmr və məruf və nəhy münkər də belədir. Bəzən biz cəmiyyətdə öz vəzifəmizi, bax bu əmr və mərufa aid olan vəzifəmizi icra etmədiyimizə görə baxırıq ki, bir nəfərin günahına görə, bir nəfərin xətasına görə böyük bir toplum günaha batır. Nəticə itibarilə cəmiyyət insanlara hər zaman öz mənfi təsirini qoya bilər. Əlbəttə ki, iradə sayəsində bunun qarşısını almaq bir qədər mümkündür. Amma bunu təcrübə də göstərir ki, hər bir insan yüksək iradəyə sahib deyil. Hər bir insan öz iradəsi, şəxsi iradəsi sayəsində özünü günahlardan qoruya bilmir və yaxud da ki, başqalarının mənfi təsirindən qoya bilmir. Və bu nəticə də göstərir ki, zaman-zaman bir insanlar bir-birləri ilə yandaş olanda, bir-birləri ilə həmsöhbət olanda, bir-birləri ilə birlikdə oturub vaxt keçirəndə, zaman görürsən ki, biri o birinin əxlaqından təsirlənir, mənfi və yaxud da ki, müsbət. Elə ona görə də cəmiyyətdə gördüyümüz hər hansısa bir mənfi məsələ varsa, buna reaksiyamızı bildirməliyik bir müsəlman olaraq. Çünki biz sussaq və digərləri sussa, hər kəs sussa, əlbəttə ki, cəmiyyətin də axırı günaha gedir. Cəmiyyətdə bütün insanların günaha qərq olması nəticəsi ilə qarşılaşırıq. Və xüsusilə bizim gənclərimiz var, yeniyetmələrimiz var. Hələ həyatın qoynuna yeni-yeni atılan övladlarımız var ki, onlara görə də olsa biz cəmiyyətdə öz vəzifəmizi layiqincə icra etməliyik. Əmr və məruf nəhy münkərin əhəmiyyətinə işarə olunur və buyurulur ki, sizlərdən əmr və məruf və nəhy münkərlə tanış olan bir ümmət xalqı yaxşı işə çağırmalı, pis işlərdən çəkindirməlidir. Bu iki işi yerinə yetirənlər nicat tapmışlardır. Quranda da görürük ki, ümumiyyətlə Qurani Kərimdə əmr və məruf və nəhy münkər haqqında çox saylı ayələr var. Onlardan sadəcə bir neçəsinin vaxt məhdudiyyətinə görə sizlərin xidmətinə çatdırmağa çalışacağım. Amma Qurani Kərimə baxanda da görürük ki, bu məsələ həqiqətən də olduqca əhəmiyyətli bir məsələdir. Və məsələnin kökünə də baxanda görürük ki, Allah bəndələrindən yaxşı yolda olmalarını istəyir. Allah bəndələrinə deyir ki, vacibatları yerinə yetir. Allah bəndələrinə, belə deyək, günahlardan uzaq durmalarını istəyir. Amma biz bəndə olaraq, əlbəttə ki, bəndələr bəzən günaha tərəf gedə bilirlər, bəzən də yaxşı işlərə tərəf gedə bilirlər. Və günaha tərəf gedən bəndələri kim o günahdan uzaqlaşdırmalıdır? Əgər o günaha qərq olubsa, əgər o günahın içərisindədirsə və bu günaha qərq olmağının fərqində deyilsə, o yaxşı işlərə tərəf gedənlər ki var idi, həmin o insanlar bu günahkarlara, belə deyək, xatırlatma etməlidirlər və yaxud da ki, doğru yolu göstərməlidirlər və yaxud da ki, yadlarına salmalıdırlar ki, bu günahlar onların həm dünyasını, həm axirətini məhv edir. Bu vəzifə həmin o yaxşı işləri görənlərin öhdəsindədir. Yoxsa ki, elə günahkar deyib başını buraxmaq, bəzən olur, qarşılaşırıq. Elə insanlar var ki, deyirsən ki, misal üçün, kömək eləyək, həmin o, belə deyək, günahdan qurtarsın, həmin o pis işlərdən uzaqlaşsın. Misal üçün, ətrafdan insanlar deyir ki, əşi, o da öyrəşib o yola, onu çətin o yoldan çəkək, o çətin o yoldan uzaqlaşsın. Bu kimi ifadələr səsləndirirlər ki, əslində bu düzgün deyil. Bəli, bəzi insanlar o qədər günahın içərisindədirlər ki, biz ötən verilişlərimizdə də bu insanlar haqqında danışdıq. Hətta Quran təbirinə görə, Qurandan da həmin insanlara aid misal gətirdik ki, onların qəlbi möhürlənibdir və Allah onlara sadəcə fürsəti verir ona görə ki, günahlarının sayını daha da çoxalsınlar. Belə insanlar var. Amma bəzən həqiqətən də cəmiyyətdə düzəlməyə meyilli olan, əməllərinin islahını bacara biləcək bir insanlar var. Ola bilər onlar bu potensialın fərqində deyirlər. Ola bilər onlar bilmirlər ki, bu islahı icra edə bilərlər. Amma ətrafda olan insanlar ona kömək edə bilərlər ki, onlar başa düşsünlər ki, bəli, mən bu pis yoldan uzaqlaşa bilərəm. Məhz bunun üçün Allah Taala buyurur ki, əmr və mərufu vaxtında yerinə yetirin, nəhy münkəri vaxtında yerinə yetirin və bu sizin insanlıq vəzifəniz, eyni zamanda bir müsəlmançılıq vəzifənizdir. Yəni, əgər sən özünə müsəlman deyirsənsə, bunu icra etməlisən və buna əməl etməlisən. Eyni zamanda Qurani Kərimin növbəti ayəsinə baxanda, Tövbə surəsi 71-ci ayədə Allah Taala mömin qadınlar və mömin kişilərdən danışır.
və bu insanların xüsusiyyətlərindən danışır ki, bu həmin o mömin qadınlar və mömin kişilər necədirlər? Bunların xüsusiyyəti nədir? Bir neçə xüsusiyyətini sadalayır. Və Allah buyurur ki, mömin kişi və qadınlar bir-birlərinə dostdular. Ardınca buyurur ki, onlar əmr və məruf edər və nəhyəz münkər edirlər. Namaz qılır, zəkat ödəyir, Allah və onun rəsuluna itayət göstərirlər. Allah belələrini öz rəhmətinə qərq edər. Ayənin məzmununa baxanda Allah Taala mömin kişi və qadınların qardaş olduğunu qeyd edir, dost olduğunu daha doğrusu qeyd edir və daha sonra namazdan öncə, zəkatdan öncə Allah Taala deyir ki, bunlar həmin o kəslərdir ki, əmr və məruf, nəhyəz münkər edir. Deməli, ayələr də bizə bunu sübut edir ki, bu iş yaxşılığa dəvət, pis işlərdən uzaqlaşdırma, namazın, zəkatın və eyni zamanda bütün o işlərin, bildiyimiz nə qədər vacibatlar varsa, bildiyimiz nə qədər yaxşı işlər varsa, hamısının başında məhz bu iş dayanır. Əgər insanlar cəmiyyətdəki insanları yaxşılığa dəvət etsələr, pis işlərdən uzaqlaşdırsalar, əlbəttə ki, namaz qılanların da sayı çox olar. Əlbəttə ki, zəkat ödəyənlərin də sayı çox olar. Əlbəttə ki, Allaha və Rəsula itayət edənlərin də sayı çox olar. Məsələ burasındadır ki, müsəlmanlar bugünkü vəzifələrini unudublar. Vəzifə unudulanda cəmiyyət xarab olur. Vəzifə unudulanda gənclərin tərbiyəsi pozulur. Vəzifə unudulanda yeniyetmələr hələ gözlərini açmamış artıq yanlış istiqamətlərə doğru gedə bilirlər. Vəzifə unudulanda cəmiyyətdə günah adi hal alır. Niyə görə bəzi belə deyək, dindarlar var indi, o dindarlara rahat bir şəkildə irad tutan dinsizlər var. Baxırsan ki, dini yoxdur, baxırsan ki, ümumiyyətlə dinlə əlaqəsi yoxdur, amma gəlib də dindara irad tutur, dinlə bağlı irad tutur. Bir var ki, başqa məsələ ilə bağlı, bir də var gəlir, deyir ki, sən bu yerdə filan şey düz eləmirsən, halbuki özü də ona əməl eləmir, amma gəlir irad tutur. Niyə görə? Çünki həmin o dindara heç kəs doğru yolu göstərməmişdi. Zamanında elədiyi bir xəta var, bilməyib, hansısa bir xətanı eləyib, əməlindən mi deyək, geyimindən mi deyək, rəftarından mı deyək, əxlaqından mı deyək, fərq etmir. Hansısa bir xətanı eləyib, ətrafda olan digər dindarlar, ətrafda olan o əmr və məruf vəzifəsini icra eləməli olan insanlar ona başa salmayıblar. Və yaxud da nəhyəz münkəri gərək ki, eləyəydilər, ona başa salaydılar, başa salmayıblar. Gəlir bir dənə dinsizi ona irad tutur. Və yaxud da ki, çox qarşılaşırıq. Bəzi zamanlarda baxırsan ki, bəzi xanımlar var, hicabsızdılar, amma gəlirlər hicablı bir xanıma irad tuturlar ki, sən hicabın filan yerini düz bağlamamısan, belə hicab olmur, belə geyim tərzi olmur, Allah belə hicab istəməyibdir. Həqiqətən də bu halla qarşılaşanda adam çox təsirlənir ki, hicaba özü riayət etməyən bir insan gəlir hicablıya irad tutur. Niyə? Çünki o hicablıya zamanında digər hicablı bir xanımlar başa salmayıblar. Onu dəvət etməyiblər, ona düzəməlli bir dillə başa salmayıblar ki, sən burada hicaba doğru riayət etmirsən. Əlbəttə ki, ola bilər ki, başa salanlar da olsun. Bəzi zamanlarda xanımlar özləri israr edirlər hicabın belə deyək, görünüşünü dəyişsinlər. Bu da ayrı bir məsələdir. Amma bir müsəlman olaraq hər bir halda vəzifəmizdir ki, ətrafdakı hadisələrə biganə yanaşmayaq və İnsanların rəftarına diqqət edək ki, bir insana görə cəmiyyət pozulmasın. Nəticə etibarilə cəmiyyətdə gələcəyin fərdləri var və ən əsası onları düşünməliyik. Təşəkkür edirəm bugün bizi izlədiniz. Minnətdaram hər birinizə. Bizə ayrılan vaxtımız sona çatır. İnşallah növbəti verilişimizdə görüşmək ümidi ilə. Sağ olun, Allaha əmanət olun. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Oh